Herkese selamlar. Bugün sizlerle VLOOKUP hakkında danışacağıq. Bildiyimiz kimi biz görürük ki, burada həm VLOOKUP var, həm XLOOKUP var. VLOOKUP ümumiyyətlə hər hansı bir sütunlar üzərində məlumatların axtarıb tapılmasıdır. Yəni hər hansı bizə cədvəl verilir və cədvəldə bildiyimiz kimi sol və sağ sütunlar olur. Elə məlumatlar olur ki, misal üçün soldakı sütundan istifadə edərək sağdakını, sağdakını istifadə edərək soldakını tapa bilərik. Və bu iki halda mümkündür. Yəni iki halda biz bu əməliyyat apara bilərik. Birincisi əsasən biz eyni səhifə üzərində apara bilərik. Yəni eyni səhifədə olan cədvəl üzərində işləyə bilərik. İkinci hal isə müxtəlif cədvəllər, müxtəlif səhifələrdə əlaqələndirərək biz məlumatları axtarıb tapa bilərik. Bir şey də qeyd edim ki, VLOOKUP mütləq şəkildə sütunlar üzərində işləyir və biz onu sətirlər üzərində işlədə bilmərik. Yaxşı, bəs bu sətirlər üzərində nə zaman işləyəcək? Onu sonraki dərslərdə izah edəcəm. İndi isə gəlin baxaq, görək necə aktivləşdiririk və necə istifadə edirik. VLOOKUP üzərində qeyd etdiyimiz kimi sütunlar üzərində olan məlumatı, yəni hər hansı bir məlumatı solda olan məlumatdan istifadə edib sağdakı olan məlumatı tapa bilirik. Bunun üçün bizə hər hansı bir məlumat soruşulur. Deyilir ki, məsəl üçün solda gördüyümüz kimi ID durub. Deyir ki, ID üzərində adı tap. Məsəl üçün biz burada hər hansı bir ID-dən istifadə edəcəyik və bu ID-lərdən istifadə edərək biləcəyik ki, məsəl üçün 131-ci ID kimə məxsusdur? Əgər istəsək, onun maaşını da müəyyən edə bilərik ki, məsəl üçün 131-ci ID olan şəxs nə qədər maaş alır. İndi burada random formasında yazılan məlumatlardır, amma bu realda bu formada olmur, iri həcmli olur. Sadəcə olaraq nə qədər faydalı olduğunu göstərilməsi üçün bu formada tərtib olunub. İndi isə keçək yazılış qaydasına və görək necə biz onu aktivləşdirə bilərik. Bunun üçün nə edirik? İlk öncə biz hər hansı bir istifadə edəcəyimiz xananı seçirik. Xananı seçdikdən sonra xananı aktivləşdiririk və kursorumuz göründükdən sonra bərabərlik işarəsi qoyuruq və düsturumuzu yazırıq. Bu look yazan kimi burada avtomatik olaraq bizə Excel həmin o düsturumuzu verir və 12 dəfə klikləməklə aktivləşdirir və görürük ki, bu formada bizə aşağıda məlumat verir. Lookup value var. Lookup value o deməkdir ki, biz nəyi axtarırıq, bizdən nəyi soruşur, onu yazmalıyıq. Misal üçün, birinci sualımız da odur ki, ID üzərində adı tapmaq. İndi ID-dirsə, mütləq şəkildə biz burada ID-ləri yazmalıyıq. Hamısını yazmaya ehtiyac yoxdur, çünki bizə spesifik olaraq ID verilir, kod verilir. Ola bilər ki, məsələn, ad verilsin və s. kimi. Biz bunlardan hər hansısa birini seçməliyik. Spesifik olaraq birini seçirik və bu formada birini seçəndən sonra, əgər burada məlumatlar çoxdursa, onu mütləq şəkildə biz onu sabitləməliyik. Sabitləmə iki formada olur. Bir F plus F4 və yaxud da ki, ola bilər sizin kompüterinizdə sadəcə olaraq F4-nə işləsin. Yəni, burada dollar işarəsi göründüsə, deməli artıq bizim xanamız sabitlənir. Yəni, 105-dən o tərəfə keçməyəcək. Bu, əlbəttə ki, bir səhifə üzərində apararkən, yəni bir cədvəl üzərində işləyərkən çox da elə də əhəmiyyətli deyil, amma gələcəkdə artıq digər səhifələri əlaqələndirəndə mütləq şəkildə bundan istifadə etmək lazımdır ki, məlumat qarışıb error verməsin. Və bu formada da biz seçə bilərik və yaxud da hər hansı bir kodu biliriksə 105 yazmaqla da kifayətlənə bilərik. Ancaq belə bir qayda da var ki, əgər biz rəqəm yazırıqsa, heç bir işarə, simvolik işarə qoymağa ehtiyac yoxdur və biz sonraki mərhələyə, yəni vergül qoymaqla keçə bilərik. Ancaq ola bilər ki, bizdən ID deyil, ad üzərində axtarış soruşsun. Məsəl üçün, desin ki, Samirin maaşı nə qədərdir və yaxud da Samirin maaşını tap. O zaman mütləq şəkildə biz əgər Samir üzərində axtarış ediriksə, o zaman mətn üzərində apardığımız əməliyyatları
biz mütləq şəkildə dırnaq içərisində yazmalıyıq ki, o tanısın və bizə onu mətn kimi tanısın və düstur kimi istifadə edə bilək. İndi biz ID üzərində aparırıq və qeyd etdiyimiz kimi 105-i yazaq və artıq bu formada yazandan sonra vergül işarəsini qoyuruq və avtomatik olaraq keçirik ikinci mərhələyə. İkinci mərhələ odur ki, artıq biz soruşur ki, lookup hansı cədvəl üzərində axtarış aparım? Yəni verdiyin xüsusi əmri harda axtarım tapım? Bunu əgər cədvəliniz bu formada çoxdursa, yəni 500-dən çoxdursa, onu siz Ctrl+A ilə də seçə bilərsiniz və yaxud da yuxarıdakı bu formada da seçə bilərsiniz. Bu əlbəttə ki, doğrudur və bu formada seçdikdən sonra bütün cədvəl seçilir və yenidən vergül işarəsi qoyuruq və sonra sizə üçüncü mərhələyə sual verir ki, sən hansı formada, yəni harda axtaracaqsan. Yəni biz dedik ki, 105-ci xananı axtarsın, yəni 105-ci ID-ni axtarsın və bu ID-ni adlar üzərində axtarsın, tapsın, tapacağı məlumat adı olacaq. Ancaq bizə mütləq şəkildə o adı biz hər hansı bir ad kimi yaza bilmərik. Yəni, məsəl üçün, bilmirik ki, biz 105-ci xanada kim durub. Ona görə də bizə məlum olmadığına görə biz sadəcə olaraq sütunumuzun elə bir nömrəsini yazmalıyıq. Bildiyimiz kimi biz adlar üzərində axtarırıqsa, deməli bizim adımız burada ikinci sütundadır. Yəni birinci sütunda ID-dir, ikincidə addır. Ona görə də həmin o sütunun nömrəsini yazırıq. Yəni 2 yazırıq. Və bundan sonra yenidən vergül işarəsi qoyuruq və sonuncu mərhələyə gəlirik. Sonuncu mərhələdə belə bir forma verilir bizə. Biri var true, biri də var false. True nə zaman seçilir? True hər hansı bir əməliyyat, faiz və s. kimi axtarış aparılanda və məlumat tam dəqiq olmayanda seçilir. Biz hər zaman false-u seçməliyik. Niyə? Çünki false-u biz seçəriksə, mütləq şəkildə bizə buradakı 105-i %100 olan cavabı axtarıb tapacaq. Yəni 105-də kim durursa bu xanada, 105-ci xanada, yəni 105-ci daha doğrusu ID-də kimə məxsusdursa, onu axtarıb tapacaq. Amma biz true-nu seçsək, ola bilər ki, məsəl üçün 105-də başqa adam dursun və yaxud da ki, 2 dənə xana olsun və yaxud da hər hansı bir error olsun, onu da axtarıb tapa biləcək. O zamanı biz mütləq şəkildə true-nu seçirik. Deməli, qısa desək, false %100 uyğunluq olanı axtarır, tapır və bizə də %100 nəticə lazımdır deyə mütləq şəkildə hər zaman false-u seçirik. Yox, əgər biz əmin deyiliksə, addan və s. kimi bizə fərqi yoxdursa adın, o zaman true-nu da seçə bilərsiniz. Və bu şəkildə artıq biz seçdik. Heç bir əlavə etməyə ehtiyac yoxdur və son etap olaraq, yəni mərhələ olaraq mötərizəmizi bağlayırıq və enteri sıxırıq. Və görürük ki, avtomatik olaraq verdiyimiz əmr üzərində Excel bizə axtardı, tapdı. Yəni, burada baxsaq, görürük ki, həqiqətən də bizim 105-ci ID-miz kimdir? Samirdir. Gəlin onu işarələyək. Həqiqətən də ad hissəsində Samir durur və lookup da bizə Samiri axtardı, tapdı. İndi biz bura ad hissəsinə, bu hissəsində biz istəmirik adı, biz artıq bilirik bu Samirdir. Biz istəyirik ki, 105-ci ID olan şəxsin maaşını gətirsin. O zaman burada heç bir şey dəyişməyə ehtiyac yoxdur. Sadəcə olaraq sütunun nömrəsini dəyişirik. Yəni, ikinci sütunumuzda ad dururdusa, maaş neçənci sütunda durursa, onun nömrəsini yazır. Bizim də bu cədvəlimizdə maaş sütunu 3-cüdürsə, deməli 300, 2-ni silib 3-ü yazırıq və enteri sıxırıq. Görürük ki, avtomatik olaraq bizə Samirin maaşını verdi. Yəni, bu şəkildə biz VLOOKUP-dan istifadə edərək rahat şəkildə həm məlumatları axtarıb tapa bilərik. Növbəti dərsdə biz XLOOKUP-dan danışacağıq və sadəcə olaraq sütunlar üzərində deyil, həmçinin də sətirlər üzərində də işləməyi öyrənəcəyik.